Bugünkü qonağımız Samirə Sərnazdır. Samirə xanım bizlə artıq 3 ildir əməkdaşlıq edir. Klubumuzun aktiv kompaniyonlarından. Samirə xanım, xoş gəldiniz. Təşəkkür edirəm, sağ olun. Bugünkü günümüzdə görüşümüzdə də Samirə xanım sizin bizimlə bağlı fikirlərinizi eşitmək istəyərdik. Təşəkkür edirəm məni dəvət etdiyiniz üçün. Öncə onu vurğulamaq istəyirəm ki, şirkət çoxdur. Cihaz satan şirkət çoxdur. Amma mən bu şirkəti bir satıcı timsalında görmürəm. Bu şirkət öz alıcıları ilə o qədər gözəl bağ yaradır ki, və bu bağ sayəsində bir növ qaynayıb qarışıb ailə vəziyyətinə gəlirik. Doğmalaşma, məsəl üçün sizlə necə doğmalaşmışıq, təsisçilərlə, hətta bütün komanda ilə o qədər doğmalıq yaranır. İstədiyimiz anda, məsəl üçün mənim çətinlik çəkdiyim məqamlar çox olub. Hətta bəzən düşünmüşəm ki, bəlkə mənlik deyil, geri çəkilim. Amma məhz sizin komandanın sayəsində davam eləmişəm və şükürlər olsun ki, artıq 3 ildir bu davamiyyət davam edir və hətta daha genişlənmiş formada olub. Əvvəl bir cihazla başladımsa, sonra artıq cihazların sayı artdı. Profillər dəyişdi, deyək ki, əvvəl lazer epilyasiya idi, sonra keçdik bədən şəkilləndirmə, karbon peeling, tat silmə, ağ tüklərin elektroepilyasiyası. Yəni mənim seçimim və dəyişməz seçimim hər zaman Azestetik şirkətidir və bunun üçün sizə dərin təşəkkürümü bildirirəm. Doğmalığınız üçün, səmimiliyiniz üçün və güvənilir olmağınız üçün təşəkkür edirəm. Canım, biz də çox məmnunluq duyuruq Samirə xanım. Siz bizimlə əməkdaşlıqdan bu qədər razısınız. Təşəkkür edirəm. Sağ olun. Sağ olun.